Müğənni Təranə Qumral sərt açıqlaması ilə şou-biznes gündəmini silkələyib. Sfera.az, Yenicaq.az-a istinadla xəbər verir ki, o, xalq artisti Niyaməddin Musayevin qohumlarına müraciət edərək kəskin fikirlər səsləndirib. Danışılası çox şey var, amma Niyaməddin Musayev və qızım sevgimə görə susmuşam. İçi Musa qarışıq, o sülalə qurban olsun Niyaməddin Musayevə. Hamısını o kişiyə qurban etmişəm. Danışmağa çox sözüm var. Bildiklərimi hələ ki içimdə saxlamışam.